Misal üçün, mən ömrü boyu kaloridən başım çıxmır. Heç başa düşmürəm ki, yəni kalori nədir? Yəni başa düşürəm ki, yediyimiz deməli meyvədir, tərəvəzdir, qidaların deməli ölçüsüdür ki, yəni bu qədər yesəm bu qədər olacaq. Bunu başa düşürəm, aldığımı tutdum. Aldım. Və yandırmağı necə ölçüm? Yandıranda bilmirəm axı nə qədər kalori yandırım. Nə yeyim ki, nə qədərsini yandırım. Əslində biz gün ərzində ümumiyyətlə sadəcə uzansaq, yaşasaq da, yəni sadəcə nəfəs alsaq ki, uzanmışıq və nəfəs alıb veririk. O formada belə bizim orqanlarımızın belə də fəaliyyəti üçün zaten biz bəlli bir şəkildə kalori yandırırıq və bu təqribən 1200 civarındadır. Yəni bəzən olur ki, insanlar pəhrizə başlayırlar və deyirlər ki, mən gün ərzində 600 kalori qəbul edirəm, 800 kalori qəbul edirəm. Bu bizim orqanlarımıza birbaşa olaraq belə deyim, sui-qəsddir. Biz orqanlarımızın başını oynaçırıq. Çünki 1200 kalori ilə belə, yəni sadəcə olaraq beyin fəaliyyətimiz üçün, nə bilim, ürəyin qanı orqanlara yayması üçün, yəni heç bir şey etmədən onsuz da 1200 kalori xərclənir və biz ona görə də o minimalı mütləq yeməliyik ki, normal olaraq fəaliyyət göstərsin qarmonlarımız, orqanlarımız və s. Əlavə nə qədər artıq kalori xərcləyirik, o tamamilə insandan insana fərqlənir. Yaşın çox böyük önəmi var, genetik xüsusiyyətlərin çox böyük önəmi var. Yəni bəzi insanlar, hətta danışıq tonunun belə çox önəmi var. Məsələn, çox səsli, küylü danışan, çox danışan insan eyni kiloda, eyni boyda, yaşda, yəni daha sakit danışan insana nisbətən daha çox kalori yandırır. Yəni onda emosiyaların böyük rolu var. Çox böyük rolu var, çox böyük rolu var. Emosiyalar kalorimizi yandırır, belə başa düşürəm. Emosiyaların çoxluğu bəli, kalori sərfiyyatını artırır. Çox qəribədir, mən heç bunu bilmirdim. Hətta yəni məsələn belə müəyyən sevgi münasibətlərində, yəni daha belə biraz dərinə keçək, cinsəl münasibətlərdə də yüksək emosiyalar daha çox kalori yandırır. Eşqə düşdün, nə qaldın deyirlər. Onu deyirlər yəni fikirdən. Ola bilər. Əslində cinsi münasibətin özü də idmanın bir növü hesab olunur. Hansı ki, burada sən həm həzz ala bilirsən, həm də ki, yüksək kalorini yandıra bilirsən. Bəli. Hə, bu da onu həkimlər... Amma bəli, ümumiyyətlə amma münasibətlərin iki başlı təsiri olur insana çox vaxt. Belə deyək, eşqə düşən bir insan münasibətin ilk başlarında daha çox kalori yandırır. Çünki hissləri daha çox olur, həyəcanı daha çox olur. Belə deyək, hisslərin qalxıb düşməyi daha çox olur. Amma ondan sonra artıq bir-birinə öyrəşmə dönəmində insanlar rahatlaşırlar. Emosiyalar stabilləşir. Siz məsələn üçün çox vaxt mən görürəm ki, qızlar mənim proqramda qızlar evlənirlər, toydan sonra kökəlirlər. Çünki evlənməyə toya doğru böyük bir narahatçılıq, həyəcan, hazırlıq, ora qaç-poç. Ondan sonra isə artıq otururlar evdə, bir-birlərini qəbul edirlər ki, hə mənim varımdır, məncə nə edirəm, oturum, yeyim, içim, kinoya baxım. Bu formada da artıq belə deyək, passivə doğru kilo alma problemi çox görünür. Həddindən artıq